Xanımın dişini çəkəcəyik. Bu dişi qorumaq üçün deyil. Biz deyirik ki, illa ki qorumaq istəyiriksə qoruya bilərik. Amma ki, dəyərmi, dəyməzmi, onu bilmirik. Yəni, mənə görə dəyməz. Belə bir vəziyyətdədir. Güzgümdən bir baxsaq, belə bir vəziyyətdədir diş. Tamamən dağılmış vəziyyətdə bir divarı qalıb. İndi bu dişi çəkəcəyik. Özü də qorxur deyəsən. Qorxursunuz? Yox. Qorxmasın. Niyə qorxmursunuz? Qorxmam. Diş çəkirsiniz, qorxmursunuz. Gülür. Diş çəkirir ama gülür, sevinir. Elə də olur ha. Arı var mı? Böyle sırık. Nasıl? Qırağını da təmizlədik, sümük travma vermədən rahatlıqla çıxartdıq, implanta hazırlandı. Bağlayın. Geçmiş olsun.